Özümə dəstəyə ehtiyacım var. Cazə versin, kart paylaşaram. İmkanı olan insanlar varsa kömək eləsin. Yəni əgər cazə versən var ya, mən sənə həmişə duaçı olaram. Bir balaca qardaşın kimi Kardeş sifariş sen bana edirəm hemşe səndən. duası olmalısın. İcazə vermesem de duası olmalı. Çünkü ben senin için savaşıram burada. Cazə verməsən də duaçıyam valla. İncimirəm Bəli, səndən. mən sənin üçün savaşıram. Mən istəmirəm ki, sənin kimi kasıb qardaşlar, yetim insanlar, məzlum insanlar Öpəməz gəlib ya burada mənim kartını qoyub dilənsin. Bu mənə yaraşmaz. Mənim millətimin evladına bu yaraşmaz. Biz dünyadakı 7 zəngin ölkənin nədir? 7 nədir? İndi 7 sözə zəngin gətirir. ölkə İndi sırasında mən olan buraya heç 3-cü vaxt yerdə olan qoşulmamışam. Azərbaycanın oğullarıyıq və biz belə olmamalıyıq. Başa düşürsən qardaşım? Mən sənə başa düşdüm. O qədər burada qoyub kart bilmirsən kim səhvdir, kim düzdür. İndi 2-3 gündür də bura yürü. İndi Hı. elə yaxşı insanlar var ki, bəlkə kömək elədi. Nə olub ki, nə məsələdir qardaşım? Qardaş, ayağımda mənim şiş əmələ gəlmişdi. Əməliyyat elətdirmişəm. Qorxdum ki, ayağımı kəsib eləyərlər. Yaxşı qurtardım. Gedib 10-15 gün ofisiant işləyəcəm. Yəni mən səndən xahişim odur ki, 350 manat dükana borcum, xərcim var da. Burada elə gözəl insanlar var ki, əmi. Mənə bir 5 dəqiqə, 3 dəqiqə icazə ver, qalım burada. İcazə verirsənsə qalım. Yox, burada qalanla nə olacaq ki? Burada kartı paylaşım, bəlkə indi insanlar dəstək olar. Axı sən burada qalanda kartı necə yəni? Harda paylaşdın kartı? Deyə paylaşdım burada, aşağıda yazdım. Hə. Sağ ol əmi. Biz də sənə Valla- inandıq, eləmi? Sən xəstəsən, biz sənə pul göndərək. İstəyirsən kameranı da açın, mənim üçün problem yoxdur. Prosta spam gələcək. Bayaq başqa yayımda da elədim. Yaramı gördülər, spama düşdü. Xahiş edirəm belə şeylərlə başımızı qatmayın. Yəni olmaz belə şeylər. Mən kameranı aça bilmirəm, spam gələcəkdir. Kartın nömrəsini paylaşıram, mənə pul göndər. Eləməyin qardaş belə şeylər. Eləməyin belə şeylər. Yəni gəlib burada kartın nömrəsini yazırsınız. Üzünüzü görmürük, bir şey eləmirik. Kameranı da aça bilmirsən, deyirsən spam gəlir. Mən bu cəmaatı nətər inandırım? Heç mənim özüm inanmıram buna. Bu cəmaatı nətər inandırım ki, bu adam xəstədir, buna köməklik eləyək. Qardaş, mən bir söz demirəm, başıma dönüm. Burada indi dostumuz yazıb. Xəstədirsə Allah köməyi olsun. Dəstək də vermək lazımdır. Amma belə yox da, yəni mən ekran aça bilmirəm, spam gəlir. Üzr hesab eləyin, ayağım yaradı. Var vətəndaşlarımızın içində belə insanlarımız çoxdur, milyonlarlandır. Mən başa düşürəm sizin vəziyyətinizi, durumunuzu, amma belə də olmur da. Yəni insanları mən necə inandıra bilərəm ki, mən elə özüm inanmıram bu məsələyə. Mən başqasına necə deyim ki, bu adamın başına bu hadisə gəlibdir, kartın nömrəsini yazır, buna pul göndərin. Olmur yəni, düz gəlmir qardaşım. Düz gəlmir. Siz niyə belə efirlərə qalxıb bu rejimdən haqqınızı istəmirsiniz? Hə? Siz nə vaqa kimi çıxıb efirlərdən bu günlərim pul istədi insanlardan, köməklik elədi, ayağın sağaldı. Və sabahlarım sən yenə pis vəziyyətə düşəndə yenə mi çıxıb belə pul istəyəsən cəmaatdan? Hə, getdin, uşağın xəstə oldu, Allah göstərməsin, uşağını sağaltdın. Sonra başqa bir problem yaranacaq. Sənə xidmət edən dövlət olmalıdır. Sənin sığortan olmalıdır. Xəstəliyinlə bağlı, sağlamlığınla bağlı. Sığorta kağızın olmalıdır. Ədalətli dövlətin olmalıdır. Hüquqların müdafiə olunmalıdır. Bugün bəyəm sənin ayağını sağaltmaqla səndə nə düzələcək qardaşım? Hə? Sabah başın gözün ağrıyanda nə tər olacaq? Ona da mı pul istəyəsən? Ona da pul yığdılar, verdilər, başını gözünü düzəltdirdin. Nə bilim, uşağın xəstə oldu. Ona da mı istəyəsən? Və yaxşı, sən elə bunun üçün gəlmirsən bu dünyaya. Sən elə bilirsən, şərəfli, ləyaqətli insanların işidir bu. O adam yardım istəyər ki, o əsl məzlum olar. Başa düşdünüzmü? O adam haqq istəyər, o adam sənə deyər ki, misal üçün, mən mübarizə aparıram, can qoyuram, vəziyyətim pisdir, çıxıb deyə bilərəm ki, qardaşım, mənə pul göndərim də, vəziyyətim pisdir. Çünki mən mücadilə eləyirəm mən. Əsl məzlum mənəm. Əsl sizdən pul istəməli olan mən olmalıyam ki, pul verin, bir yerdə iş görək, vəziyyətim pisdir, nə bilim, dolanışıqla məni təmin eləyin. Yemək pulum olsun, nə bilim, ayağım ağrıyır, başım ağrıyır, nəysə də sizə mən deyə bilərəm onu. Öz haqqı üçün savaşmayan bir adam
Çıxıb deyirsə ki, mən ayağım ağrıyır, ona pul yığıram. Balam xəstədir, ona pul yığıram. Bu yanlışdır, bu günahdır. Günahdır. Sən mübarizə aparmalısan, dirəniş göstərməlisən sən. Sən pul istədiyin adamlara da nümunə olmalısan sən. Baxın ay millət, mən haqqım üçün savaşıram. Sizlərin haqqı üçün savaşıram. Amma mənim də ayağım xəstədir, xahiş edirəm, mənə köməklik eləyin. O zaman deyərəm ki, bu kişi adamdır, buna kömək eləmək lazımdır. Adam mübarizə aparır, dirəniş göstərir. Apardığı dirənişin içərisində xəstəliyi var. Buna yardım eləməliyik də. Amma bilə-bilə ki, onun haqqını Əliyevlə rejim oğurlayır, yeyir. Başına min oyun açır, balalarının, uşaqlarının pulunu oğurlayıb yeyir. Sən ondan heç zət istəməcinə, sən gəlcinə mənim bu millət üçün apardığım müqəddəs mübarizəni öz nəfsinə istifadə elə. İstismara çevir. Xeyr ola qardaşım. Xeyr ola, niyə istifadə eləməyə çalışırsınız bizi? Hə? Niyə bizi istifadə edirsiniz? Niyə qardaşım? Dəstək verin, çin-çinə verək, mübarizə aparaq. Mən də görüm ki, mənim mübarizə aparan bir çin-çinə verdiyim bir qardaşım var. Ayağı xarabdır, xəstədir, ona pul lazımdır. Çıxaram burada günlərlə yalvararam cəmaata. Günlərlə yalvararam buna görə. Deyərəm, bu kişi can qoyur. Mən neyinirəm qardaşım? Mən nəyimə lazımdır? Mən bu millətin onsuz da qarnı aç, xəstə, pis gündə. Bu bütöv düzəlməlidir. Bu problem məsələ kökündən həll olunmalıdır. Sən məndən dilən, mən səndən dilənim. Bundan iş düzəlməyəcək ki. Bundan bu millətin vəziyyəti düzəlməz. Anlayın, başa düşün. Biz xəstəni sağaldıq, zülüm qarşısında susan, öz haqqı üçün vuruşmayan bir xəstə insanı sağaldıb, digər milyonlarla insanları xəstə eləyən zülmə yol açırsınız siz. Bunun harası ədalətlər hərəkətdən? Bunun harası Allaha bağlı hərəkətdir? Harası şərəfli insanların işidir bu? Olmaz, yığışdırın ki. Ayıbdır, biraz özünüzü hörmət eləyin. Bir millət olun, bir milliləşin. Bir diri olun, ayaqda gəzən ölü olmayın, kişilər. Ay insanlar. Yox, dilənçi günə salıblar, başa düşürəm. Dilənçi günə salıblar bizi. Amma mübarizə yoxdur. Sənin ayağının dərman pulunu oğurlayıb İlham Əliyev. Aparıb Londonda, Almanda, orada burada küçələri satın alır. Sən gəlib mənə deyirsən ki, qardaşım, mənim ayağım xəstədir, kartın nömrəsini yazın, mənə pul göndərsinlər. Sonra ayağım düzəldi, sonra nə olacaq ki? Qardaşım, mən mübarizədə tək qoysan, məni. Mübarizədə tək qoysan. Bax, kanalım var, bayaq bura qoşulmuşsan, kanalım var. Gəl baxaq, həmən o nədir, məni dəstəkləyən adamlar var, bir çoxu var burada. Baxaq görək, mənim neçə nəfər mənim videomu paylaşır. Ay, mənə dəstək verənlər. Heç çox uzağa getmirəm, heç də istəmirəm. Bu adi video. Çəkib paylaşıram qısa-qısa. Neçə nəfər məni dəstəkləyən adam mənim videolarımı paylaşıb təbliğatına aparır. Neçə nəfər var? Hə? Bir argument budur. Mən görürəm, millətim nə vəziyyətdədir. Mən bu həqiqətləri deyirəm, düzdür, acıdır, xətrinizə dəyir. Qəbul eləmirsiniz, həqiqət acı olur. Doğrular amansız olur, bəli, anlayıram mən sizi, qəbul eləmirsiniz. Amma mən demək məcburiyyətindəyəm mən. Mən görürəm, axı, bu millətin bizim kimi şərəfli, ləyaqətli, dürüst, sizin sözünüzü heç bir nəfsə, heç bir marağa dəyişməyən bizim kimi oğulları meydanda tək qoyursunuz. Meydanda tək qoyursunuz. Bu düşmana bizi yem edirsiniz. Qardaş, yalan deyil ki bu. Bu faktdır, subutdur. Yəni, bu nə vaxt kimi davam edəcək? Bir millət olmalıyıq da, bir şərəfli millət olmalıyıq. Bir ağıllı, şuurlu millət olmalıyıq. Olmaz axı belə.